Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. CBC Sport'a baxırsınız. Dostlar, Ay Həkim davam edir. Studiyada Dr. Tutu Zeynalovadır və bugünkü qonağımız Türkiyənin Ege Universitetinin məzunu, uzman ortoped, travmatoloq, mikrocərrah Dr. Əliş Təhməzlidir. Əliş doktor, mən istəyirəm ikinci yarısında verilişimizin ağrılardan danışaq. Ən çox hansı ağrılarla travmatoloqa müraciət edirlər və müraciət edirlərmi, yoxsa daha çox kimsə göndərir sizin yanınıza və xüsusilə çanaqda olan ağrıların travmatoloqla əlaqəsi? Deməli, ən çox bildiyimiz kimi, yəni bədənin mərkəzi hissəsində ən çox biz, yəni dayaq hərəkət sisteminin ən çox bükülüb açılan bölgəsi belin çanağa birləşdiyi yer və çanaq bölgəsində olan hissəsidir ki, və biraz daha aşağı ensək diz nahiyəsinin problemləridir. Düzdür, problemlərin və belə deyim də hər bir, məsələn, toplumun özünün bəzən elədiyi bəzi yanlışlar var ki, o sahədə belə deyim də xəstə statistikası biraz dəyişə bilər, amma əsasında bədənimizin tam orta nahiyəsində bel ağrıları, diz ağrıları və çanaq ağrıları ön sıradadır. Bunları sonra izləyir çiyin ağrıları və bunların içində ən çətini diaqnostikası təbii ki, çanaq bölgəsinə yayılan, beldə olan, beldən çanağa yayılan və yaxud çanağın özündə olub belə irritasiya edən ağrılardır. Niyə görə? Çünki burada patologiya biraz daha dərində yerləşir. Orada yerləşən orqanların sayı çoxdur. Biraz daha bizim üçün gizli və gizəmlidir və müayinə üsulları biraz daha qısıtlıdır. Burada xəstənin yaşadığı klinika, anamnez bizim üçün çox önəmlidir və aparacağımız düzgün klinik müayinə çox önəmlidir. Məsələn, diz əlimizin altında çox rahat bütün bölgələrini palpasiya eləyə bildiyimiz üçün, hərəkətlərdə bütün testləri rahat eləyə bildiyimiz üçün, mən 70% diaqnozu, məsələn, 10 xəstə gəlsə, 7-sinə nə deyirəmsə o da çıxır. MRT-yə gedir, çəkdirdiyi zaman o da çıxır. Düzdür, MRT də 95% informativdir, amma bir peşəkar həkimin əli ən az 70% informativdir xəstə üçün. Və bunun da xəstə üstünlükləri nədir, onu istəyirəm sadalayam sizə. Xəstə, məsələn, mən çox vaxt yersiz rentgenə, MRT-yə göndərmirəm. Xəstənin pulu cibində qalmış olur, vaxtına qənaət etmiş olur, vaxt ən dəyərli şeydir. Və get-gəlləri azalır. Və düzgün aparılan diaqnostika, düzgün aparılan müalicə xəstənin tez bu xəstəlikdən qurtulması, həkimə olan inamı artırır və xəstənin iş həyatına erkən qayıtmasına və onun qazancının artmasına səbəb olur. Və əmək qabiliyyəti daha tez bərpa olur. Təbii ki. Və məsələn, çiyin bölgəsi əlimizin altında olduğu üçün bütün bölgələrini biz rahatlıqla palpasiya edib testlərlə bunu öyrənə bilir. Amma çanaqda belə deyil, təəssüflər olsun ki. Çanaqda sakroiliak oynağın ağrısı ayrıca irritasiya eləyə bilir çanağın bölgələrinə, beloma nahiyəsinin, belin ağrıları, beldə fəqərə disk yırtıqları, sinir sıxışmaları, əzələ və bağ aparatının bel nahiyəsində olan problemlərinin yansıması, çanağın içində olan, məsələn, qadınlarda qadın orqanları, cinsiyyət orqanları, kişilərdə kişi cinsiyyət orqanları, sidik kanalına düşə biləcək hər hansı bir daşlar, hər hansı bir konglomeratlar və həmin bölgədə olan, məsələn, bağ aparatı, məsələn, qasıq yırtığı olsun, atletik pubislə, məsələn, diferensiyasiya edirik biz bunu və çanağın sümüklərinin hər hansı bir bölgəsində, məsələn, simfiz pubis dediyimiz bölgədə məsələn olan ağrılar və onun yayılması və bu çanaq oynağı ayrıca bədənimizin böyük bir oynağıdır və bu çanaq oynağının ağrıları burada da çox daha fərqli şeylər ola bilir. Yəni uşaqlarda ayrı bir dərdlər olur, orta yaşlılarda tamam daha çox gördüyümüz ayrı patologiyalar olur və yaşlılarda daha çox gördüyümüz ayrı patologiyalar olur. Və bunların diaqnostikası ciddi peşəkarlıq istəyir ki, baxmayaraq ki, əlimizdə hal-hazırda çox üstün müayinə
üsulları, diaqnostik müayinə üsulları var, amma bir də baxırsan MRT-də heç bir şey yoxdur. 3 Tesla MRT-yə göndərirsən, hər pozisiyada çəkdirirsən. Xəstənin şikayəti ciddidir, amma xəstənin anatomik strukturlarda heç bir dəyişiklik görünmür. Yəni artıq orada həkimlik öz sözünü deyir. Orada qazandığın təcrübə, düşündüyün məntiq, atdığın addım və topladığın anamnez səni hədəfə götürür. Yəni və həmin xəstəni inanın ki, o cür xəstələr ən az 10 həkim gəzmiş olur. Təsəvvür edin, harcadığı vaxt, pul, getdiyi yerlərdəki belə deyim də, həkimlərin ona göstərdiyi münasibət artıq onu depressiyaya salır. Fiziki, maddi və mental Bəli, tükənmiş olur. mental çöküşlə daha çox rastlaşırıq ki, biz məsələn xəstələrin əksəriyyəti gəlir hansısa bir qohumu, yəni ona bir həqiqətən yaxşılıq eləyib, sirkələyir ki, sən gedib bir də bu həkimin yanına get. Bax, bu adam filan kəsi belə düzəltdi, mən belə bir vəziyyət. Düzdür, standart şeyləri bütün həkimlər aşağı-yuxarı eləyə bilir, amma peşəkarlıq elə bir şeydir ki, orada konkret sənə gələn xəstələr artıq belə deyim də, ətrafda ən az 10 dənə həkim görmüş bir xəstələrdir. Və o xəstələrin vaxtı tükənib, pulu tükənib, əsəbi tükənib və sən onları inandırmalısan Bəli, evdə. inandırmalısan və bu işi düşüş maliyyətlə aparmalısan ki, o xəstə o müalicəni edə bilsin. Sonuçta sən hər şeyi gözəl elədin, diaqnozu qoydun, müalicəsi bahalı gəldi. Xəstə gəlib büdcəsinə baxır, deyir, sağ ol doktor. Yəni mən imkanım olanda mən bu müalicəni eləyərəm. Ona görə də bunların hamısı şərtdir. Ən əsası xəstələrin üstünə düşən vəzifə doğru həkimi doğru zamanda seçmək. Aparılan yanlış əməliyyatlar, aparılan yanlış müalicələr bizim işimizi çox çətinləşdirir. Xalqımızın da belə bir deyimi var ki, dəlinin biri quyuya bir daş atır, 100 ağılı çıxarda bilmir. Ondan sonra da ölkə-ölkə gəzirlər. Təəssüflər olsun ki, hər ay belə sıxıntılı pasiyentlərlə üzləşirik. Ən az 6 ölkə gəzibdir. Buraxın Azərbaycanı. Ən az 6 ölkə gəzibdir və adam dərdinə çarə tapa bilməyiblər. Heç bir yerdə müəyyən səhv əməliyyatlar olub, müəyyən gərəksiz müdaxilələrə məruz qalıbdır. Bu ölkə üçün də ciddi maddi bir zərbədir. Ölkədən ciddi valyuta çıxır bunlara görə. Ona görə də ölkənin mən bayaq dediyim kimi yaxşı həkimləri qanunlarla qorunmalıdır. Yəni hər bir mütəxəssis, hər bir ölkənin hər bir alimi, hər bir bilik insanı ölkənin sərvətidir. Biz ona görə necə ki torpağımıza sərvət kimi baxırıqsa, insanlarımıza da sərvət kimi baxmalıyıq. Yaponlar ona görə çox sürətli bir şəkildə inkişaf eləyiblər və dünyada bir çox sahələrdə, özəlliklə texnologiya sahəsində öz sözlərini deyiblər. Yəni biz həmin millət olaraq çox üstün bir millətik, həm genetik, həm bacarıq olaraq, həm mədəni olaraq, həm duyğu olaraq çox üstün bir millətik və bizim üçün bunu etmək əslində daha belə deyim də praktik örnəklər olduğu üçün çox daha rahat olacaq. Yetər ki, bu yolda üst vəzifə tutan həmkarlarımız düzgün, doğru addımlar atsınlar. Və ötən verilişlərimizdən birində Almaniyada çalışan bir həkimimiz var idi, həm yerlimiz. Və o da qeyd etdi ki, son bir ildə səhv etmirəmsə, 2000-dən çox həkim Almaniyaya gedib işləməyə. Və həkim, bizim Azərbaycanlı həkimlər Almaniyaya gedib və bu da məncə çox ciddi bir rəqəmdir. Bunun üzərində də düşünməyə dəyər. Öz rezidentim, bizdə təcili yardımda çalışan Tofiq doktor vardı, o yoldaşı ilə bərabər. Ondan sonra bizi təcili yardımda tələbə vaxtı növbələr tutan 2 həkim getdi. Ancaq sizin ətrafınızda bir 5-10 nəfər var. Ən az 5-10 nəfər bizim xəstəxanadan, Medexdən, sırf orada yadınızdadırsa gözəl bir kollektiv qurmuşduq. Yəni oradan ən az mən 5 nəfərin adını çəkə bilirəm. Təbii ki, üzücüdür. Yəni düzdür, Almaniyanın həkim ehtiyacı çoxdur. Həkim çünki maaşı orada düşük olduğuna görə və həkim işləmə saatı bizimki ilə eyni olmadığına görə, çünki həkimə işləmə saatından kənar müraciət edə bilmirsən, randevulara çox uzun bir müddət sıra verirlər və ona görə də bizim insanlar da Azərbaycanda əslində dediyim kimi bu qanunvericiliyinin həkimi qorumaması falan, əslində məsələn əvvəlki zamana baxdığımızda xaricdə təhsil alıb gələn uzmanlar olsun, ya Almaniyadan bitirib gələn həkimlər olsun, ya digər xarici ölkələrdən Azərbaycanda çalışırlar və bir çox rezidentlər bizlə çalışıb bu işləri bir şəkildə öyrənirlər, peşəkarlaşa bilirlər.
düzdür, tam sistematika olmasa da digər ölkələr kimi bir qurumun içində yəni 20 il öncəki Azərbaycan deyil, Azərbaycan təbabətdə çox böyük addımlarla irəliləyibdir. Yəni biz bunu dana bilmərik, amma yenə deyirəm, biz sərvətimizi niyə də qorumayaq, niyə də almanlar yararlansınlar, biraz burada bencil olaq. Yəni o həkimlərin enerjisindən, biliyindən elə öz xalqımız yararlansın, faydalansın. Təbii ki, gedənlər olacaq, getmək də normal qarşılayırıq, amma statistik məlumat bunun normal olduğunu göstərmir, təəssüflər olsun ki. Yəni, bəli, müəyyən bir miqdar insanlar miqrasiya etmək istəyir, sevdiyi bir yer var, valideynlərinin ölkədə fərqli bir yerdə olması, qohumlarının fərqli bir yerdə olması onun miqrasiyasını tələb edə bilir. Amma bu o statistika deyil. Kütləvi hal almamalıdır. Kütləvi hal almamalıdır. O çanaqda yaranan problemlər nə vaxt bizi travmatoloji ortopedik əməliyyata aparır? Çanaqda hansı patologiyalar uşaq vaxtı olan doğuşdan qalça çıxıqlarını müalicə edilməmiş və yanlış müalicə edilmiş doğuşdan qalça çıxıqları, septik artritlər ki, oynağı təmiz dağıdır. 3-4 gün ərzində doğru müalicəsi başlanmadığı təqdirdə, yəni cərrahi drenajdan söhbət gedir. Arxasınca uşaqlıq dönəmində olan belə deyim, ciddi şəkildə, yəni genivalgum və yaxud ciddi şəkildə genivarum deformasiyalar ola bilir ki, düzəltməyə ehtiyac qalır. Çünki sirkə kasası ilə bud sümüyü başı arasındakı olan uyğunluq pozula bilir. Gənc yaşlarda femoroacetabular impingementdir, labrum yırtıqlarıdır, bağ qopmalarıdır. Təbii ki, bura mən qırıqlara daxil etmirəm. Qırıqlar bir travmatologiyanı qapsayır. Daha çox ortopedik problemlərdən danışırıq. Uşaq vaxtı olan peritez xəstəliyidir. Məsələn, gənc yaşda olan femur başı avaskülər nekrozu xəstəliyidir. Və bu irəli yaşda bunların hamısının düzgün və yaxud vaxtında müalicə olunmadığı zaman gətirdiyi osteoartrit, yəni xalq dilində artroz deyək, bəzən səhvən buna kirəclənmə, duzlaşma deyirlər. Yəni oynaq qığırdağını yeyilib, dağılıb, oynağın sıradan çıxması total olaraq ki, biz bu zaman total artroplastika əməliyyatı, bu çanaq oynağının artroplastika əməliyyatını icra edirik. Yəni bunların bu çanaq oynağında da və diz oynağında da şükürlər olsun ki, məsələn günümüzdə ən çətin patologiyaları cərrahi üsulla aradan qaldıra bilirik. Amma təbii ki, biz müalicə buna güvənib də, buna belə deyim də, yaslanıb da gənc zamanı əmələ gələn patologiyalar anında həkimə müraciət olunmalıdır ki, həkimlər onu müalicə ilə əməliyyatsız rahat sağaltsın və sizə düzgün yol göstərsin ki, bu patologiyalar irəlidə sizi böyük əməliyyatlara məruz qoymasın. Yəni, düzgün addımlar bunlar, düzgün həkim seçimi, zamanında həkimə müraciət və zamansız həkimə müraciət. Məsələn, biz xaricdə bunu çox görmüşük ki, məsələn, xəstə hər hansı bir məşqə başlayarkən, idmana başlayarkən, həyat tərzinə başlayarkən gəlir ortopeddə məsləhət alır. Bilən kişidən məsləhət alır. O insanlar ağıllı insanlardır. Məsələn, biznes sahəsində də bu belədir. Məsələn, sən çox peşəkar, çox yaxşı bir universitetdə bitirmiş, çox gözəl bir işçini, bir məzunu götürərsən, CEO kimi qoyarsan şirkətin başına və o da öz zəkası ilə ətrafına bilikli insanlar yığıb ortaya çox gözəl bir ürün çıxarda bilərsən. Yəni, sən özün əslində o adamı məsləhət alırsan o adamdan. Yəni, bir biznesmen olaraq sonuçta sənin pulun var. Bəli. Və o adamın zəkasından istifadə edirsən. Pasiyent də belə, yəni gəlib həkimin zəkasından istifadə etməlidir. Ki, bizim hal-hazırda, məsələn, müayinə ücrətlərimiz o qədər gülünc bir məbləğdədir ki, şükürlər olsun ki, hər kəs o məbləğləri ödəyə bilir. Azərbaycanda gəlib də həkimə konsultasiya üçün, sadəcə konsultasiya üçün müayinə pulu ödəyə bilməyən xəstə çox nadir olub ki, yəni elə bir durumlar olduğu zaman da zaten də biz həkim olaraq, xəstəxana olaraq bir orta bir məxrəcə gəlib həmin xəstəyə jest edib ona bir pulsuz da müayinə apara bilirik. Yəni çox ehtiyacı olan insanlar da bunu da eləyə bilirik. Amma təbii ki, müəyyən bir işə başlayan, müəyyən bir idmana başlayan insanların gəlib öncədən məsləhət almaqları, yəni yaxşı həkim cəmiyyəti... Yəni bu professional idman olsa da, bəli, professional olmasa idmançılar, da... Bəli, özəlliklə professional idmançılar
və bu tam antagonistdir. Özəlliklə professional idmançılar müraciət etməlidir və özəlliklə idmanla heç məşğul olmayan insanlar müraciət etməlidir. Professional idmançılar limitlərini zorladığına görə çox ciddi travmalara məruz qalırlar. Bunun üçün onlar nə etməlidir? Mütləq həkim düzgün, yəni peşəkar həkim məsləhət almalıdırlar. İdmanla heç məşğul olmamışdır, həyatı boyu heç gərnəşməmiş insanlar var ki, bu adam da bunun bir üslubunu öyrənməlidir həkimdən ki, mən bunu necə başlayım? İndiyə qədər etməmişəm, indidən sonra müəyyən bir hərəkətlər etmək istəyirəm. Mənim şəxsən çox dostumun başına gəlib ki, adam gedib idmana başlayıbdır, pulla bir məşqçi tutubdur, idman məşqçisi. Və zədə alıb. Bəli, bir həftəyə yanımdadır və o bir həftəyə məsələn, aylıq, bəzən çoxu da illik abunə olurlar idman zallarına. Gəlir, adam 2 aylıq ödənişi batdır, gedənmir. Bəzi yerlərdən də var, 1 ayda ondura bilirsiniz. 2 ay gedə bilmir. Həm canı ağrıyır, həm o tərəfdə də pulu batır, biraz da aqressivləşir pasiyentlər. Çox görmüşəm çünki. Olmaz, çünki hər şeyin həddi, dozası insanına görə, hər şey. Məsələn, mənim tutaq ki, indi qaldıra bildiyim çəki 60 kilodursa, bir ağırlıq qaldıra bildiyi çəki 100-160 kilodur. Yəni, mənə durub birbaşa 100 kilo ilə məşq elətdirən məşqçinin məntiqinə mən güvənmirəm. Tam tərsi, 160 kilo qaldıra bilən insana sən gəlib 60 kilo ilə məşq elətdirməyin məntiqi yoxdur. Artıq o mərhələni çoxdan keçibdir. Yəni, sən o xəstədə, o idmançıda hansı mərhələdədir bu adam, əzələ gücü nədir, nələr eləyə bilər? Yəni, bir də ki, həmin adamın bu dəqiqə zədələri varmı, oynaqlarında proses nədir? Məsələn, mən idman zədələrini öncədən dəyərləndirmək lazımdır. Bəli, 4 dənə futbol klubunun belə deyim də peşəkar həkimliyini etmişəm. Transfer öncəsi bütün futbolçuları yoxlamadan keçir. Voleybolçuları bizə gələnmi, yoxsa bizdən gedən? Sən Qarabağın, Interin, Neftçinin mən futbolçularını bizə gələn transferi, məsələn Azərbaycan klubunun bizə gələn idmançılarını müayinə edirsən. Sən çünki orada böyük məbləğlər xərclənir o idmançılar üçün. O klub üçün çox önəmlidir ki, bu insanın birdən hər hansı bir zədəsi olar bizdən gizlədər. Biz buna bu qədər məbləğ ödəyərik və adam gələr, həmin məbləği biz itirmiş olarıq. Yəni dəyərmi bunun transferinə bu qədər məvacib ödəməyə, yoxsa yox? Dəyərmi, dəyməzmi? Onun mütləq düzgün həkim check-up'ından keçməlidir. Nə qədər incəliklər var imiş. Bizim verilişimiz, söhbətinizə təbii ki, doymaq olmaz hər zamanki kimi, amma verilişimiz sona yaxınlaşır. Son olaraq tamaşaçılarımıza müraciətiniz, tövsiyələriniz, bəlkə nəsə hansısa məqama toxunmaq istəyirsiniz, amma mən bu mövzunu açmadımsa, buyurun, söz sizdədir, son 2 dəqiqəmiz. Deməli, hər bir sahədə, yəni tibbin bütün sahələrində əsas sağlamlıq insanın həm bioloji varlıqdır, həm ruhi varlıqdır. Bunu unutmamalıyıq. İnsanın əgər psixoloji, ruhən yaxşı belə ortamdadırsa, ruh sağlığını təmin edə bilibsə, bioloji sağlam olması üçün mütləq və mütləq içdiyi və yediyi qidalara diqqət etməlidir. Özəlliklə hazır qidalardan uzaq durmaq lazımdır. Mən son vaxtlar məsələn bu görürəm, məsələn filtrə sulara insanlar çox üstünlük verirlər, hazır sular alırlar. Belə deyim də, digər bulaq sularından və yaxud mineral tərkibi azaldılmamış sulardan istifadə etmirlər. Biz ciddi mineral itkisi ilə rastlaşırıq. Ona görə yəni insanlarda belə bir fikir formalaşdırılır ki, sizin içdiyiniz su əgər kirəclidirsə, duzludursa, siz bövrəklərinizdə daş bağlayacaq falan. Qətiyyən əlaqəsi yoxdur. Maddələr mübadiləsi normal gedən, yəni heç bir içilən su birbaşa böyrəyə getmir. Mədəyə düşür, mədədə xovlarda osmos yolu ilə hüceyrələr özünə lazım olduğu qədər duzu alır. Əgər qəbul etdiyi duz miqdarı çoxdursa, məsələn, bu İngilis duzu dediyimiz ishal üçün istifadə olunan bir duz var, miqdarı o qədər çoxdur ki, bağırsaq avtomatik onu peristaltikasını artaraqdan, yəni bağırsağı təmizləmək üçün, işlətmək üçün olan bir preparatdır. Məntiq ora hesablanıb. Yəni sən çox vitamin qəbul edirsən, çox duz qəbul edirsən, bağırsaq avtomatik onu ishalla dışarı çıxaracaq. Və bəzən tibbdə belə bir tabir var. Mədə, bağırsaq sistemi beyindən daha ağıllıdır. Niyə görə? Çünki beyin gələn bütün mənfi, müsbət informasiyanı özündə cəmləşdirib və sonuçda problemli bir vəziyyət yaranır. Amma mədədə belə bir şey var ki, ya xəstə bunu qaytararaqdan, qusaraqdan və yaxud ishal olaraqdan ata bilir. Yəni mədə daha effektiv davranır. İçimizi zibilləməyək, zibillikdə sağlamlıq aranmaz, yəni zibillikdə sağlamlıq olmur. Ona görə qidalanma başlıca
önəmli amillərdir. Keyfiniz yaxşı olsun, qidanız təmiz olsun. Təşəkkür edirəm. Bəli və mədəmizi və beynimizi zibilləməyək bu çox vacibdir. Elə bu məqamda da tamaşaçıların da nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi FAO-nun Azərbaycan nümayəndəliyi ilə bərabər də sözdən hərəkətə keç, sağlam qidalanmanı seç adlı bir layihəyə artıq öz start verib bu layihəyə. Mən də bu layihənin bir parçasıyam. Bunun üçün yəni qürurluyam və əminəm ki, bu proyekt də kifayət qədər insanları sağlam həyatına töhfə verəcəkdir və sağlam həyat tərzinə getməyi üçün bir təbliğ etmək üçün bir vasitə olacaqdır. Bugünlük bu qədər. Ay həkimin bugünkü qonağı Türkiyənin Ege Universitetinin uzman həkimi, uzman ortoped travmatoloq mikrocərrah doktor Əliş Təhməzli idi. Biz çalışdıq ki, travmatologiya, ortopediya və ümumiyyətlə həkim necə olmalıdır, həkimin əziyyəti bugün professional həkimə müraciət etmək üçün xəstələr nələr bilməlidir? Bu haqqda da danışdıq. Xəstəliklər haqqında da təbii ki, ayrı-ayrılıqda növbəti verilişlərimizdə icazə verirsiniz. Ümid edirəm ki, vaxtınız olar, gələrsiniz, yenə də söhbət olarıq. Son olaraq sponsorlarımıza təşəkkürümü bildirim. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Ştada şirkəti kalsium D3-nikomet preparatını sizə təqdim edir. 25 ildən artıq mövcuddur və sınalmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsil idman həkimi doktor Fərid Səlimovadır. Diz onurğa çiyin əzələ ağrılarının artıq daha tez və müalicəvi idmanla müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edərək Fərid doktorun qəbuluna yazıla bilərsiniz. Və salam. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikomet.